İnsan ibadətə başlayanda kənar adamlara elə gəlir ki, o depressiyaya qapılıbdır. Məsələn, Məhəmməd Peyğəmbərin Hira dağına çəkilməsi, hər axşam evindən çıxıb getməsi, indi müasir adam baxsaydı, deyərdi ki, adam depressiyadadır. Ailədən qaçır, nəsə baş verir bunun adamın həyatında. O isə depressiya deyil. O, bir aləmin çökməsi, yeni bir aləmin yaranmasıdır. Təbii ki, bu aləmin dəyərləri çökür. O şeyə ki, sən bağlanıb yaşayırdın, o şeylər səni daha yaşatmır. Və bu dünyaya bağlanıb yaşadığın şeylərdən əl çəkəndə gerçək dəyərlər gəlib sənin əlindən tutur. Allahın səsini eşitməyə başlayırsan. Gerçək dəyərlər başlayır. Ona görə də insan qorxmamalıdır. Hindlilər deyirlər ki, həqiqət yolçuluğu dikabraz yeməyə oxşuyur. Dikabraz yeməyə. Dikabraz bilirsiz nədir? Bəlkə rusca deyirəm. Bu bir heyvandır, kirpidir, yekə bir kirpidir. Çox uzun tükləri var onun, ox kimi. Atır da hətta onları. Onu bir piton yeməyə başlayanda başından tutur və başlayır utmağa. Birdən yarı yolda düşünsə ki, bunu qaytara bilərəm, o oxlar olub, o tikanlar batacaq ona. Geri qaytara da bilməyəcək. Bunu ki, başladın, gərək yiyəsən axıra qədər. Çox gözəl bənzətmə ediblər. Bu yolu keçəndə, bura girirsən, depressiyaya oxşuyur. Həyatdan küsürsən, sanki həyat bitdi. Həyat bitir, yeni həyat başlayır. Hər ölümdən sonra bir həyat vardır. Və bu dünya üçün öləndə, o bir dünya üçün dirilirsən və əsl həyatın mənbəyinə gəlib çatırsan.